Hiç düşündün mü? Allah Subhanahu ve Teala niye orucu sadece ac ve susuz kalmak için deyir? Eğer mesele təkcə yeməkdən uzaq durmaq olsaydı, bu kadar büyük savab bizlere, biz müminləri yazmazdı. Oruç sənin nəfsinlə üz-üzə qoyur. Aclıq gəlir, susuzluq gəlir və bunlar hər birinə rəğmən sən səbirliysən və öz nəfsinə hakim gəlirsən. Heç kim səni görmür, heç kim səni yerini bilmir. Nə etsən səni görməyəcək, amma Rəbbin səni görür. Oruç sənə bunu öyrədir ki, sən istəklərinə, nəfsinə hakim ola bilərsən. Aclıq sənə kasıblığı xatırlatsın, susuzluq sənə nemətin dəyərini öyrətsin. Səbir isə Allaha səni yaxınlaşdırır. Bəlkə də orucun ən böyük fəziləti budur, insan işdən dəyişdirilməsidir. Allah Quran-ı Kərimdə buyurur: ey iman gətirənlərə, oruç sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasınız. Deməli, orucun məqsədi aclıq deyil, təqvadır. Heç kim səni görməyəndə yeməmək sənin Allahla arandakı sədaqəti göstərir. Aclıq nəfsini susturur, susuzluq qəlbini oyadır, səbr isə ruhunu böyüdür. Oruç səni öyrədir, sən nəfsinin qulu deyilsən. Bəlkə də orucun ən böyük fəziləti insanı içindən daha yaxşı Allaha yönəltməsidir. Gəlin bu Ramazan ayında çalışaq ki, bütün ay boyunca orucları gözəl şəkildə tutaq. Allah oruç tutanların orucunu qəbul etsin. Amin inşallah. Esselamu aleykum və rəhmətullah.